Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərim. Kanalımız adından abunə olan, paylaşımları izləyən, bəyənən və fikirlərinizi bölüşən hər kəsə dərin təşəkkür edirəm. Bu bizim üçün çox dəyərlidir və bizə yeni videolar hazırlamağa, yeni ideyalar paylaşmaq üçün motivasiya verir. Bugün danışmaq istədiyim mövzu istirahət və səyahətlər sağlamlığımıza necə real təsir edir. Kruizlə bağlı beynəlxalq tədqiqat şirkəti olan Künar tərəfindən 2024-cü ildə aparılan neyroelmi araşdırmalara görə 40 nəfər beynəlxalq sərnişin 5 günlük Southampton, New York transatlantik kruiz səyahətindən alınan rəsmi nəticələr bunu təsdiq edir. İnsanda yaddaşı 29%, diqqəti 14%, rahatlıq hissi 158%, problem həll etmək qabiliyyəti 125% artırır və stres səviyyəsini 35% azaldır. Bu sadəcə sorğu deyil. Beyin aktivliyi, stres reaksiyası, bunlar hamısı biometrik cihazlarla ölçülüb. Araşdırmalarda iştirak edən neyroalim Dr. Jack Lewison'ın açıqlamasına görə kruiz zamanı kortizol, yəni stres hormonu azalır. Bu isə birbaşa olaraq düşünmə və yaddaş qabiliyyətini yaxşılaşdırır. Səyahət mövzusu üzrə araşdırmalar çoxdur və əsas nəticələr budur. Tədqiqatlara görə səyahət stres səviyyəsini azaldır və ürək sağlamlığını yaxşılaşdırır. Hətta səyahət edən insanların yaşlanma prosesi belə yavaşlanır. Ümumi rifah artır, həyat keyfiyyəti yüksək olur. Baş verən dəyişikliklər kruiz səyahətində daha güclü olur. Çünki tam dekonekt olur. Yəni işdən uzaqlaşır, gündəlik rutindən tam azad olur. İkinci üstün cəhəti isə su effekti, blue space deyilir. Suya yaxın olmaq, dənizə, okeana, bu da dəniz psixologiyası adlanır. İnsanın emosional və psixoloji vəziyyəti çox yaxşılaşır. Nəticədə immunitet sistemi güclənir, bu da insanın sağlamlığına ümumiyyətlə yaxşı təsir edir. Bütün bunlar bunu deməyə əsas verir ki, səyahət sadəcə istirahət deyil. Bu insanın həyat keyfiyyətinə birbaşa müsbət təsir edən vacib amildir. Bəzən istirahət üçün ayırdığımız qısa bir zaman bizim uzun müddət sağlamlığımıza müsbət təsir edir. Ona görə də bu imkanları özünüzdən əsirgəməyin. Hamımız bilirik ki, sağlamlıq ən böyük sərvətdir. Ən vacib investisiya sağlamlıq üçün qoyulan investisiyadır. Ümid edirəm ki, bu video sizin üçün çox faydalı oldu. Abunə olmağı və videonu paylaşmağı unutmayın. Rəylərinizi və istəklərinizi Instagram ünvanıma yönləndirə bilərsiniz. Növbəti maraqlı videolarda görüşərik.